Bizim hər birimiz, hər bir fərd özü istəyir ki, hər şeyi əldə eləsin. Adətən insan bu cürdür. Bu xüsusiyyətdə bir insan. İstəyir ki, hər şeyi əldə eləsin. Və çox maraqlıdır ki, insan əldən çıxanlara ağlayır. Əldən çıxanlara pis olur. Depressiya düşür bəzən. Bəzən barışa bilmir. Nədənsə hamı ideallıq axtarır. Nə qədər yanlışımız budadır bizim. Yaşına, başına, o köhnələr bu cür deyir, yaşına, başına baxmır. Cavanı da, gənc də hamı ideal bir şey axtarır. Amma heç kim özü ideal olmaq istəmir. Biri məsələn kişi xanımdan xanımlıq tələb edir, amma özü kişi olmaq istəmir. İdeal kişi yəni. Bir xanım yaxşı ər istəyir, gözəl bir yoldaş istəyir, amma özü gözəl xanım olmaq istəmir. Məsələn, bir dənə bayramdır, biridir ki, o belə mənə nə alacaqsan qabaqdan. Baxsan ki, bu bayram müştərək bayramdır, hamı üçündür. Tək sənin bayramın deyil ki. Məsələn, bir mövlud gəlir, deyir mənə nə alacaqsan. Bu mövlud təkcə xanımların deyil ki, kişilər üçün də mövlud bayramdır da. Bilmirəm, mövzuya giriş elə bilir, yoxsa yox. Yəni, bu da deyil, əbədiyyət bu da deyil. Yəni, o düşündüyün, təsəvvür etdiyin ideal cəmiyyət, ideal dünya, ideal şəhər, ideal bir məktəb o deyil. Hətta ən belə füsunkar məktəblərdə, hətta ən ideal sandığımız bir dövlətdə, küçədə, şəhərdə, bir cəmiyyətdə belə naqisliklər olur. Məsələn, çox təriflənən bir ölkənin zayı çıxır. Görərsən ki, filan ölkənin çox da, orada yaşayış çox əladır, amma baxarsan ki, orada mənəviyyatdan əsər əlaməti yoxdur. Gətirərsə hər hansı bir nədis heyvanın stolun başında ona xüsusi yer hazırlayarlar. Baxsan ki, heyvanla oturub yemək yeyərlər. Amma inkişafdan dəm vurur bəzən belə cəmiyyətlər. Bizim ülfün nəzərində belə şey qəbul edilməzdi. Bizdə stolun başında ağsaqqal oturur, böyük oturur. Düz. Yəni, bizim əslində bilmirik nə istəyirik. Həm də bilirik nə istəyirik. Bilirik ona görə ki, bizim fitrətimizdir, ruhumuzda var, yaxşı bir şey olsun. Yaxşı bir şeylər istəyirik. Yaxşı paltar, yaxşı geyim. Bilmirik nə istəyirik ona görə ki, başa düşsək ki, bizə nə lazımdır, başa düşsək bizə zərur olan şey istəyirik. Məsələn, çox nadir halda dualarda görərsən ki, insanlarda desinlər ki, mənə ilahi mərifət nəsib elə. Bizim dualarımızın əksəriyyətində bu cürdə cəmiyyətdə görürsünüz, rastlaşırsınız, biz də görürük ki, dünya. Və lazımdır da, istəmək, dünya da istəmək lazımdır. Müvəqqəti keçid üçün dünya istəmək lazımdır bəzi məsələ. Amma bunu rəğbətə çevirməyək, bunu əbədi dünya istəməyək də biz. Məsələ budur. Ölümlə barışmaq istəməyən insanlar var. Həzm eləmək istəməyən insanlar var. Doymaq istəməyən insanlar var. Və ya doymaq istəyən insanlar var. Əmir əl-Müminin əleyhissalam yenə vəsiyyətində dərs deyir bizə, dərs keçir bizə. Siz Allah bu vəsiyyətə diqqət edin. Mən bugün azdan açacağım, amma çalışacağım ki, biraz tutarlı bir mövzu olsun. Başa düşən, anlaşılan bir mövzu olsun. Salavat zikr edin inşallah. Allahümmə səllələ Muhammedin və ali Muhammed. Siz Allah bu vəsiyyətə bir dənə diqqət eləyin. Görün nə deyir? İnnəmə ləkə min dənyəkə ma əsləhdə bih. Məsvəkə fəənfik
fi haqqə. Biz nə deyir? Bir həqiqətən dünya həyatından fayda odur ki, öz axirət evini abad eləyəsən. Necə yəni? Axı deyirsiniz, dünya belə, dünya elədir. Bax, bu mövzuda bir danışmışıq əslində. Yəni, bu bir daha nəyə göstərir İslam bizə? Bu onu göstərir, biz dünyanı bir dəfə tərk dünya da ola bilmərik. Biz burada varıq, var olmuşuq, dünyaya gəlmişik. Allaha bir sözümüz var, əhdimiz var. Bəzən deyirsiniz, mən burada müvəqqətiyəm, kiməsə xatir gəlmişəm. Olur ya, məsələn, görmürsünüz ki, filan kəsin xatirinə məclislərə gedirsiniz. Filan kəsə görə gəlmişəm, yoxsa mən nə işim var? Sadəcə filan kəsin xətir hörməti var, onun xətir hörmətinə gəlmişim, mən nə işim var? Bizim bu işimizdir. Yəni, biz dünya Allah xatir gəlmişik. Allah xatir gəlmişik, Allah xatir getməliyik. Allah xatir bu dünyanı yola verməliyik. Buradakı missiyaları yola verməliyik. Buradakı macəraları yola verməliyik. Qonşuları, qohumları, əqrəbaları yola verməliyik. Bilmirəm, aydın danışa bilirəm yoxsa yox. Yəni, gözləmə, sən gözləmə ki, o ideal olacaq. Yox, belə şey yoxdur. Bir dəfəli bunu ruhumuza isindirək. Nə qədər gec ölür, bir dəfəli bu ruhumuza isindirək. İdeal deyil qarşımızdakı. Mən də ideal deyiləm. Baxmayın ki, danışıram buradan. Kitabdan danışıram mən götürüb. Bir-iki cümlə indi izah verirəm oradan buradan təcrübədən oxuduqlarımdan. Amma mən də ideal deyiləm. Amma dua eləyək ki, düşünə bilmə qabiliyyətimiz olsun. Çünki düşünə bilsək, qismən də olsa stabil saxlaya bilərik nəyisə. Çünki iman da oynayır. O, görmürsünüz, o maşınlarda var ya, şotçiklə belə, yağışı belə yürür, aparır, oyunu dayanmır bir yerdə. İman da oynayır, gah sağa, gah sola. Gah sağa, gah sola oynayır. Vay o gündən ki, bu iman dünyanın istəyi ilə oynaya, dünyanın havasına oynaya, rəqs eləyə. Bu ağır bir dərddir, ağır bir problemdir. İnsanlar var ya, özündə yoxdur, özündə olmayan bir şey başqasında görəndə tənə vururlar. Biz belə dünyadayıq. Biz bu dünyadayıq. Hətta qardaş qardaşa paxıllıq eləyən bir dünyadayıq. Bugün çörək verərsən, düz daha ruzunu Allah verir, söz yoxdur. İndi bizdə bu cür deyirlər, çörək verən nə deyə də. Yəni, çörək verən budur ki, bir nəfər sənə bir yol göstərər. Sabah o yolu göstərən sənə bir dənə quyu qazacaq. İdeal göstərir. Düşünmə ki, mən buna yaxşılıq edim, mən yaxşılıq edəcək. Yox, belə bir təmənni olmasın. Bu da bir qardaş məsləhəti bizdən sizə. Düşünmə, getdin kimisə yerini şumladın, 30 manatlıq yerini 20 manata əkdin, becərdin traktorla. Düşünmək sənə sağ ol deyəcəkdir. Yəni, heç onun sağolunu gözləmə. Xanımına, övladı istədiyin şeyi aldın, düşünmə sənə sağ ol desin. Bunu ruhumuza isindirə bilsək, bu dünyanın çətinlikləri bizi ağrıtmayacaq, incitməyəcək. Düşünmə, həvəsindən düşünmə, məyus olma, bağlanma. O kesin əvvəl dedim, deyir İmam Əliyə. İmam Həsənə deyirdi, bağlanma, oğluna deyirdi, bağlanma dedi. Səni sevməyənlərə bağlanma. Mən bir dənə söz deyim, bilmirəm sözümü. İnşallah qəribçiliyə almazsınız bu sözümü. İnşallah bu sözümü başa düşərsiniz. Mən önəmli deyil, bu da 100 nəfər baxdı. Allah şahiddir, mən üçün önəmli deyil, 1000 nəfər baxdı. Bir nəfər də qulaq asıb bizim üçün böyük nimətdir. O bir nəfər qulaq asıb əməl etsə böyük mükafatdır. Zaten əməl edənlər azdır. Zaten dinin işi kəmiyyətdən deyil, keyfiyyətdəndir. Siz başa düşürsünüz ki, Əhl-i-Beyt dostlar sanki səpələnmiş varlıqlardır. Biri Gəncədədir, Goranboyda, biri Bakıdadır. Biri Cəlilabaddadır, biri Lənkərandadır. Fikir verirsiniz, biri Mingəçevirdədir, biri Qubadadır, biri Xaçmazda, biri Sumqayıtdadır məsəl üçün. Və görürsünüz, fərqli yerdə olan varlıqların eyni amal üçün düşünürlər, mübarizə aparırlar. Fikir verirsiniz, dağın o başında, Kəpəz dağın ətəyində bir dənə deyək ki, bir Əhl-i-Beyt dostu var, bir də Lənkərandadır. Uzaqdadırlar biri, amma bunları bir amal üçün ürəkləri döyünür, bir eşq üçün ürəkləri döyünür. Nə qəribədir.
Adam hərdən deyir, olmaz ki, hamımız bir yerdə olaq da, hamımız birimizə yaxın olağın, dəstək olağın. Yox, olmayacaq bu. Yox, bu olmayacaq. Bu cür alınmayacaq. Çünki həsrət də lazımdır. Biz o həsrətdəyik ki, bizə inkişaf verir. Biz o matəmdəyik ki, bizə tərəqqi verir. Başa düşürsünüz? Bir alimlərdən biri var idi. Şəxsən özüm onu dinləmişəm. Deyirdi ki, insan matəmin mənasını başa düşsə, hər gün matəm olmağını istəyər. İndi çıxacaq bəzilər ki, hər gün ağlayır. Yox, bu ağlamaqdan söhbət getmir. Biz həsrətin mənasını başa düşsək, bu intizarın sayəsində biz müvəffəq ola bilərik. Adam da bəyən darıxmaqdan inkişaf edir. Darıxmaq insanı üzür axı. Bəli, bu üzmək bizi boğmağa gətirib çıxartmır. Bu üzmək sahilə çıxardır bizi. İman sahilinə çıxardır. Siz Allah mənim sözümü yanlış anlamayın, xahiş edirəm. Biz qəribik bu da. Biz qəribik. Dünya bütün vücudu ilə, bütün ruhu ilə bizi ağuşuna almaq istəyir. Və çox güclü orduları var, çox güclü sərkərdələri var. Və çox maraqlıdır, bunun güclü bir koordinasyon qüvvəsi var, güclü bir koordinatoru var, o da şeytandır. Görürsünüz, müharibədə ordunun generalını öldürmək istəyirlər. Çünki əsas aparıcı qüvvə odur. Dünyanın əsas aparıcı qüvvəsi, koordinatoru şeytandır. Yaşayış tərzimizi eləyək ki, hər gün ibadət olsun. İnsan eləyə bilər ki, təbəssüm belə ibadət olsun. İnsan eləyə bilər ki, bir dənə yer qazmağı ibadət olsun. Bu da şeytanı narahat eləyən. Bax, gör sənin əməlindən kimlər narahat olur. Deməli, sən Allahı sevindirə bilmirsən, şeytanı narahat eləmirsən. Bir yaxşı iş görsən, baxsan kimsə narahatdırsa, bil ki, sən artıq nəzərdəsən. Gör bu çətinliklər sənə nə qədər Allaha yaxınlaşdırır. Bil ki, bu sənin üçün bir dənə fəxarətdir, sənin üçün bir dənə nəzərdir. Öz axirət evini abad eləyəsən, deyir. Həqiqətən dünya həyatından faydan budur sənin. Çalışın sizin arxaca atılan daşlara geri çevirməyəsiniz. Siz də onlara atmayasınız. Belə şey eləməyin, bu sizə yaraşmayacaq, bu bizə yaraşmayacaq. Bu həssas, çox mühüm nöqtə burasıdır. Çox mühüm nöqtə burasıdır. İşlə bağlı səhifələrin birində bir şey paylaşmışam. İnanırsınız, nə qədər mənfi kommentlər gəlibdir. Öz-özümə deyirəm ki, Allah mənə səbir gücü ver ki, o mənfi, ədəbsiz kommentlərə mən dözə bilim, səbir eləyə bilim. Çünki dözsəm, o mənfi kommentlər mənim üçün məqama çevriləcək. Arxamca atılan daşlar mənim üçün axirət mənzimlərimin kubik olacaqdır. Arzu qəmi olacaqdır. Siz təsəvvür edin, siz adsız, çörəyə, suya ehtiyacınız var. Sizə bir nəfər daş atır. Və siz o atılan daşı atmazsanız, daş suya dönəcəkdir. Və siz sirab olacaqsınız, başa düşürsünüz, dodaqlarınız sirab olacaqdır. Bir nəfər sizə ədəbsiz təni eləyir, təhqir eləyir, o təhqir daş vurmana sizin belinizdən, kürəyinizdən dəyir, siz o daşı götürüb atmayın, o təhqir olunma daşı var, siz onu saxlasaz, o sizin üçün bir dənə mənəvi təama çevriləcəkdir. Bir də baxacaqsınız ki, o daş sizin üçün bir dənə nuraniyyət, qəlbinizə bir nuraniyyət bəxş elədi. Yəni, biz eləyə bilərik ki, əməllər çevrilsin olsun ibadət. Tək namazla iş bitməyəcəkdir. Yadda saxlayın, tək namazla iş bitmir. Tək namazla iş bitmir. İşə, namaza qüvvət verən əməllərdir, yadda saxlayın. Namaza qüvvət verən əməllərdir. Hərəkət lazımdır. Milyonluq maşın sür, onun əgər benzini yoxdursa, maşının nə faydası var? Hərəkət lazımdır. Hərəkət fayda verəcək ona. Hərəkət eləmək o mayeyə ehtiyacımız, o siraba ehtiyacımız var. Eyb olmaz. Eyb olmaz. Görürsünüz, hansısa bir şey bahalaşanda o şəxs öz tələbatını ödəmək üçün o şey məcbur da olsa alır. Dözür, səbr edir bəzi şeylərə. Axirət üçün də bu cürdür. Bəzi şeylərə səbr və dözmək lazımdır ki, müvəffəq ola bilək. Həyatın müxtəlif dönəmlərində kirədə qalacaqsan, evində olmayacaq, maşında olmayacaq, pulun da olmayacaq, çətinliklərin də olacaqdır, sınaqlar da olacaqdır. Yaşayış tərzimiz çox çətin də ola bilər. Amma səbr edin, çox xahiş edirəm, səbr eləyin, dözün, dözməyə çalışın.
Müvəqqətidir, çox qalmayacaq bu da. Çox həqiqətən çox qalmayacaq, çox az vaxt qalıbdır həqiqətən. Nə eləyirsə elə Allahın rəğbətini qazanaq. Nə edirsə elə Allahın rəğbətini qazanaq. Mən istəyirəm sözümü bitirəm. Demişdim az danışacağım. İdeal deyil, bu cəmiyyət ideal deyil, yadda saxlayın. Sən qurmağa çalışırsan, amma kimlərsə də bunu dağıtmağa çalışır. Və maraqlı bilirsiniz nədir? Dağıtmağa çalışanlar özünkilərdir, yaxud sənkilərdir. Heç kim deyil. Özünkilərdir. Çox maraqlıdır. Buna hazır ol. Şeyx Mürtəza Ənsarını tanıyırsınız da, Əl-Məkasib kitabının müəllifi. Çünki bir çox alimlərimizin istinad yeridir, fikir məsələləri və s. Mən Şeyx Mürtəza Ənsari haqqında bir dənə söz deyim sizdə. Zəmanəsində ən belə varlı müctəhidlərdən idi. Necə varlı müctəhidlər idi? Yəni beyt olmalı falan çox gətirirdilər. Siz təsəvvür edin ki, o dünyasını dəyişəndə onun evində cəmi çox cüzi, təxminən bizim puluna 17 manat pul çıxmışdı. Hətta onun dəfnini də başqaları götürdü. Siz təsəvvür edirsiniz. Adam buna adam belə şeyə ağlasın, belə şeyə, vay o gündən, vay o gündən. Şeyx Ənsari kimi böyük alimin başqaları dəfn elədi. Özünün imkanı yox idi. Amma o boyda üləma fəqihi idi. Adam Nəcəf Elmiyyə Hövzəsinin bir nömrəli fəqihi idi. Ali rəhbəri idi. Təsəvvür edirsiniz, ali rəhbəri idi. Ali rəhbəri. Və gəldi bu ali rəhbər, ali məqamlı fəqih dünyadan gələn cəmi evində bizim pulun hardasa 17 manat pul var idi. 17 manat. Bütün imkanlarını, bütün pullarını tələbələrə xərcləyirdi. Ehtiyaclı insanlara xərcləyirdi. Başa düşür ki, bu dünya onun özü üçün fanidir. Yəni deyirəm, dünyadan köçəndə evini axtardılar, araşdırdılar. Cəmisi bizim puluna 17 manat, 16-17 manat pul olar deyir. Çox cüzi məbləğ idi o dövrün pulu üçün. Heç dəfn xərclərini ödəməyə çatmadı. Təsəvvür edin Şeyx Ənsari. Təsəvvür edirsiniz. Açın Şeyx Ənsarinin həyatını oxuyun. Dərsdən sonra bir axtarın görün kim olubdur Şeyx Ənsari. Böyük fəxarətlə bugün biz adını ifadə edirik, çəkirik. O qədər beytulmala pul gələ, imkan gələ, o qədər əlində şərait ola, maddiyyət ola, adam ancaq bütün bu pulları tələbələr üçün xərcləyir, təhsil üçün xərcləyirdi. Və dünyadan gedəsən, evində bir qəpik pul yox səni dəfn eləmək üçün. Dəfn xərcləri üçün. Kəfən puludur, tabutudur, namazıdır, məclisidir. Təsəvvür edirsiniz. Adam özünə bir şey, adam özünə bir, desək də öz dilimizə bir gün ağlamamışdı. Ona görə ağlayanda halımızı ağlayaq ki, biz necə olacaq, axırımız necə olacaq, öz aqibətimiz üçün ağlayaq. Aqibətimiz üçün. Və narahatçılığımız buna görə olsun. Yəni, başqa şeyə görə çalışaq ağlamayaq. Aqibətimiz üçün ağlayaq. Kimləri incitmişik, onun üçün ağlayaq. Kimlərin boynumuzda haqqı var, onun üçün ağlayaq. Bütün keçmişimizi xatırlayaq, nə qədər gözləyək, istiğfar eləyək, tövbə eləyək. Yalnız bu haqda biz, yalnız bu halda biz müvəffəq ola biləcək. Təfəkkürlü tövbə, düşünərək edilən tövbə bizi təmizləyəcək, təskiyə eləyəcək. Xalaxətli qalmaq üçün ad olsun ki, mən tövbə etdim, yox. Tövbənin peşmançılığı gəlmirsə bu tövbə deyil. Tövbə sənin düzəltmirsə bu tövbə deyil.